Yediyim heç bir qidanı, maye, duru, heç bir qidanı normal uda bilmirdim. Ancaq su vasitəsilə keçirdə bilirdim. Elə olurdu ki, yeməkləri qaytarırdım. Elnarə Ağabalayeva 1985-ci il təvəllüdlü. Saatlarla yemək yemirdim, çox əsəb keçirdirdim. Məndə artıq bu xəstəlik 3 ildir davam edir. İndi 3-cü mərhələdəyəm. Əvvəl göynətmələrlə gəldi mənə. Elə hiss edirdim ki, ürəyimdə göynətmələr olur. Su içirdim, sonra keçirdi. Bir neçə həkimlərə getdim, yəni diaqnoz qoya bilmirdilər. Deyirdilər ki, heç nə yoxdur. 10 kilo çəki itirdim bir il ərzində. Hətta ay deyim ki. Aslan doktor haqqında araşdırdıq. Yaxın adamlar vardı, onlar məsləhət gördülər Aslan doktoru. Özüm də internetdə araşdırdım. Baxdım ki, Aslan doktor həqiqətən də yəni bu əməliyyat üzrə nömrə 1-dir də. Aslan doktorun yanına gəldim. Aslan doktor diaqnoz qoydu ki, axalaziyadır məndə. Elnarə xanımın əməliyyatının birinci mərhələsini göstərirəm sizə. Budur. Kardioezofageal keçid tamamilə myotamik kəsiklə açılıbdır. Burada gördüyümüz selikli qırşadır. Bu isə əzələ qırşasıdır. Görürsünüz, futlər kimi bir-birinin içərisinə keçmiş şəkildə tamamilə açdıq. Kifayət qədər uzunluqda olmalıdır ki, klinik effekt alaq. Mədə tərəfindən də bir 3 sm açmışıq. Və indi isə bu açdığımız yeri qida borusu mədənin fundal hissəsinə bu şəkildə örtəcək. Və bununla da klinik sağalma əldə edəcək. Davam edək. Əməliyyatımızın sonuna gəldik. Budur. Bayaq kəsdiyimiz myotamik kəsiyin üzərini fundusla qapatdıq. Çox gözəl bir şəkildə. Bu nə edir? Ön funduplikasiya adlanır, doğru funduplikasiyası. Bu reflüksin qarşısını alır və yeganə prosedurun son mərhələsi, yeganə mərhələdir ki, poem əməliyyatından üstünlük əldə eləmiş olur. Yəni, poem də gözəl əməliyyatdır, amma bu hissəsi yoxdur. Yəni, biz reflüks xəstəliyinin qarşısını almış oluruq bundan da. Buna görə də laparoskopik əməliyyatlar axalaziya xəstələrində qızıl standart olaraq qəbul olunur və davamlı şəkildə dünyada bunun sayıları artmaqda davam edir. Xəstəmizin sonraki görüntülərini də sizdən paylaşacağıq. Sağ olun. Elnarə Ağabalayeva 1985-ci il təvəllüdlü. 2 gün bundan öncə əməliyyat olmuşam. Rahat yatmışam. Təbii ki, əməliyyatdır, biraz ağrılar olur. Amma bugün özümü yaxşı hiss edirəm. Çox yaxşı keçdi. Hər zaman içirdim, gedib yığılırdı orada. Amma indi hiss etdim ki, birbaşa su keçdi. Qida borumda bu hissələrdə ilişirdi. Bura yığılırdı, tədricən oradan özü keçib gedirdi. Amma indi çox rahatlıqla keçdi. Çox sevindim. Təşəkkür edirəm Aslan doktora, çox sağ olsun. Onun kollektivinə də, burada bütün çalışanlara təşəkkür edirəm. Çox yaxşı xidmət göstərirlər. Sizə əməliyyat təklif olundu, siz əməliyyat elətdirdiniz bizə. İndi nə dəyişdi yəni? İndi doktor su içirəm, asanlıqla keçir. Çox xoşbəxt oluram da. Yəni bilməzdim ki, mən bu anı, yəni çox türklər demişkən çox özləmişdim bu anı. Yemək yeyəndə, su içəndə rahatçılıqla keçməyini. Artıq 14 gündür. Rahat yeyib içirsiniz? Bəli, çox yaxşı, çox rahat yeyib içirəm. Təbii ki, hələ ki 14 gün keçib. Bir ildən sonra da gələcəksiniz, belə deyəcəksiniz, narahat olmayın. İnşallah doktor, mən inanıram ki, yəni çox yaxşı olacağam, çünki sizin üçün doktor mənə əməliyyat